Şumerlərdən Tövrat və Qurana keçmiş məsələlərdən biri də dünyanın və insanın yaradılmasından bağlı olan məsələdir. Biz Şumer əfsanələrinə baxdığımız zaman görürük ki, dünyada ilk zaman uçsuz-bucaqsız bir su mövcud idi. Yəni tanrıça, dəniz tanrıçası Nammu mövcud idi və Nammu da həmin sudan böyük bir dağ çıxarmış olur və daha sonra oğlu hava tanrısı Enlil onu iki hissəyə ayırır. Göy və yer olmaqla göy tanrısının, yer isə hava və yer tanrıçasının səlahiyyətində olmuş olur. Və daha sonra digər tanrılar Enki, yəni su tanrısı və Enlil digər canlıları yaratmış olur. Bitkiləri, heyvanları və ağacları belə deyək yaratmış olur. Və hadisələr bu cür şərh edilir. Tövrata da baxdığımız zaman, Tövratda yaradılış bölməsində burada Allahın ilk zamanlar dünyanın uçsuz-bucaqsız olduğu halda, uçsuz-bucaqsız bir sudan olduğu halda burada yeri və göyü ayırmasından və daha sonra bitkiləri, ağacları və heyvanları yaratmasından bəhs edilir. Eləcə də biz Qurana baxdığımız zaman burada da təxminən buna bənzər formada qeyd edilir. Ənbiya surəsində biz yerin və göyün ilk zamanlar bitki olduğunu və Allahın daha sonra bu hissələri yeri və göyü ayırdığını görmüş oluruq. Eləcə də Şumerlərdən gələn məsələlərdən biri də insanın yaradılmasına bağlı məsələdir. Biz bu məsələyə baxdığımız zaman tanrıların sayı artdıqca tanrıların sayı artır və onların gördüyü işlər çətinləşməyə başlayır və belə olan halda tanrıçalar bütün tanrıların yaradıcısı Nammudan bu işlə bağlı bir tədbir görməsini xahiş edirlər və beləliklə də tanrıça Nammu, deməli su tanrısı Enkiyə bununla bağlı öz məharətini göstərməsinə bağlı tapşırıq verir və Enki də gildən insanı yaratmış olur və beləliklə də tanrılar insanı yaradır və onu öz görüntüsündə, öz surətində yaratdığını görmüş oluruq həmin bu mətnlərə baxdığımız zaman. Beləcə də biz Tövrata baxdığımız zaman burada Allahın insanı yaradarkən onu öz surətində, öz bənzərində yaratdığını yaradılış bölməsində görmüş oluruq və onu torpaqdan yaratdığını biz Tövratda yaradılış bölməsinə baxdığımız zaman görə bilirik. Və eləcə də biz Qurani-Kərimə baxdığımız zaman insanın torpaqdan yaranması ilə bağlı fikrinə bir neçə ayədə rast gələ bilərik. Eləcə də Sad surəsində biz insanın torpaqdan yaradılması və Allahın öz ruhundan insana üfürməsi ilə bağlı ayənin mövcud olduğunu görmüş oluruq. Biz Şumer mətnlərinə baxdığımız zaman burada yerin və göyün bitki olması, daha sonra onların ayrılması və ardınca bitkilərin, ağacların, heyvanların və insanların yaranması və insanın da gildən yaranması ilə bağlı məsələlər birəbir Tövrata keçmiş bir məsələdir. Tövratda da biz burada Allahın yeri və göyü ayırmasından, ardınca bitkiləri, ağacları, belə deyək, heyvanları yaratması və insanın yaratması və insanı da torpaqdan yaratmasını görmüş oluruq. Və eləcə də buradan da Qurani-Kərimə keçmiş bir məsələdir. Sadəcə olaraq Quranda bu məsələ biraz səthi formada qeyd edilir, tam ətraflı formada qeyd edilmir.